Əziz dostlar, əziz tamaşaçılar, bugün Məsəd Şairlər Məclisi 6-cı Türk Dünyasının Ədəbiyyat və Kitab Festivalındayıq. Burada festival 22-sindən 26-sına qədər davam edir. Mən dərin təşəkkürlərimi bildirirəm bizim media saytına, Azərbaycan Yazıçılar Birliyinə. Bu təşkilatı, bu festivalı təşkil edən bütün təşkilatçılara dərin təşəkkürlər. Və biz burada qızlarımız var. Aləmzər xanım Xudiyeva. Aləmzər xanım da öz kitablarıyla sərgidədir. Buyurun Aləmzər xanım, nə deyə bilərsiniz? Bir neçə kəlmə. Xoş oldu sizləri burada görmək. Bu bir hər birimizin uğurudur, hər birimizin ürək açan bir təşəbbüsü ki, belə hər il həyata keçirirlər. Biz üçün sevinçdir, fərəhdir. Motivasiyadır. Həvəslənirik. Bizi ruhlandırır, çox gözəl bizə biz yaradır. Çox sağ olun ki, sizləri burada gördük, bizləri də xoş oldu. Təşəkkürlər. Və bizim Natilla xanımdır. Mən bu Natilla xanımın mənim imza nəşriyyatında Dünya Yaxşılarındır adlı kitabım da çıxacaq. İnşallah hələ gözləyir vaxtı. Orada mən görmüşdüm Natilla xanımın bax bu qızı Xan qızı Nətavan kitabını. Onun o qədər sevmişdim bu kitabını. Bugün sərgidə Natilla xanım dedi bu kitabı sənə hədiyyə edirəm. Təşəkkürlər Natilla xanım. Danışın bir neçə kəlmə. Sizin gəlişinizə mən çox şad oldum. Belə gözəl milli geyiminizdə sanki Natavanı mənə xatırladınız. Belə bir geyiminizlə. Bugün bizim üçün toy bayramdır. Bu festivalda biz bütün şair, yazıcı dostlarımızla bir aradayıq. Fikirlərimizi bölüşürük, şeirlərimizi qiraət edirik. Mənə elə gəlir ki, mənim üçün, eləcə də bütün dəyərli şair dostlarım üçün bugün ən gözəl bir tarixi bir gündür. Bizim yaddaşlarımızda qalan bir gündür. İllərlə, aylarla biz ərsəyə gətirdiyimiz bu gözəl şeirlərimizi, əsərlərimizi bu günləri biz sərgiləyirik. Sərgi düzmüşük və gözəl dostlarımızla bir arada fikir bölüşürük. Var olun. Bundan gözəl bir gün mən hesab eləmirəm. Şair üçün bundan gözəl gün yoxdur. Var olun, sağ olun. Var olun. Bizim gözəl Gülmaya xanım, bir neçə kəlmə. Teşekkür ederim, var olasınız. Zəhmət çəkdirsiniz. Allah razı olsun. Bugün də oradan bir yazar için həqiqətən də çox bir qürurlu gündür. Mən də bugünkü sərgiyə yeni bir əsərim, Saf Xatirələr adlı əsərimlə gəlmişəm. Həmçinin də mənim elə bil ki, yaradıcılığımda şəhidlər mövzusu çox böyük yer tutur. Yəni ki, deyərdim ki, 90 var. Bütün şəhidlərin qarşısında baş əyirik ruhları, onların anaları, bacıları. Onlardan da birisi sizin də qarşınızda baş əyirik bir ailəsiz. Baş əyirəm hamınızın. Sağ olun, çox sağ olun. Şəhid qardaşıma həsr etdiyim torpağa dönmüsən, vətənləşmirsən adlı. Onun qəbrinin üstünə getdim, gördüm ki, o artıq ondan səs yoxdur. Belə bir şeir yarandı ki, sən torpağa dönmüsən, vətənləşmirsən. Məkanı cənnət olsun. Onlar öz qanlarıyla torpaqlarımızı suvardılar və 30 il işğalda qalmış torpaqlarımızı düşmən tapdağından azad elədilər. Var olsun sənin anan kimi, elə bütün şəhid anaları kimi, analara ki, elə igid oğullar doğdular və bizim Qarabağımızı azad elədilər. Deyir boy boylansın qara, dədəm Qorqud. Qurtarıb bu dərd ələm-ələmdən, yurdumda qalmadı yağı. Aldıq biz Qarabağı. Bəli, bax belə igidlər hesabına biz aldıq o torpaqları. İndi bizim burada gözəl bir şairəmiz də var. Buyursun, o da danışsın. Özünüzü təqdim edin. Bir kitabım çıxım, Qaradaşlar. 45-ə yaxın sözlər, musiqilər bəstələndi. Ay maşallah. Saadət xanım. Efirlərə çıxıram. İnşallah axırıncı olmaz, axar olar. İnşallah, inşallah. Bütün yazar dostlarıma, Hamını təbriklər, hamıya. festival günü münasibəti ilə. Çox sağ olun, siz də belə bağrıma basın. Sağ olun. Bir neçə kəlmə sizdə istəyərdim. Sizin qonaq qismində nə gözəl. Var olun. Teşekkürler.
Bizim gözəl Bənövşə xanım Daşlılı buradadır. Məsəd Şairlər Məclisinin üzvü. Bənövşə xanım bir neçə kəlmə. Teşekkür ederim bana söz verdiğiniz için, yanınızı sağladığınız için. Bugün burada çok güzel bayramda, çok güzel hava var. Hamı gelmiş kitap almaya, kitaplara bakmaya. Kitap bayramından da sevimli, temiz bir bayram. Gözü kanımla Bayramlarımızdandı ama kitap başka şeydi. Yazarlar başka şeydi. Başladı siz olmağına. Teşekkür ederim. Var ol. Çok sağ olun. Bizim gözəl şairimiz İlham Qəhrəman buradadır. İlham müəllim həmişə sevilə-sevilə oxunur. Buyurun İlham müəllim. Çox Çok sağ istərdim. olun. Ben de bu kitap bayramı münasibətilə hamıya göz aydınlığı verirəm ki, kitap bayramı, kitap tanıtması çok güzel. Ben belə hesab edirəm ki, gələcəkdə bu onlayn kitaplardan daha çok kağıt kitaplara qaydacaqlar. Kağıt kitaplar həm rəngi ilə, ruhu ilə, səhifəsi ilə, adı ilə yadda qalır, müəllifi ilə yadda qalır. Onlayn, yəni internet kitaplar bunları əvəz eləmir. Və bu bayatlar kitabından bir neçə bayatı demək istəyirəm. Göldən uçan su dərdi. Yox, bu dərdi. Qu dərdi. Suya söylə, yu dərdi. Mənim sənsiz qalmağım. Dəyirmanın su dərdi. Buyurun. Ay sağ ol. Deyir ki, toyunda davul olsun, oxunan zabul olsun, canan bir busa verdi, ehsanı qəbul olsun. Mey məziyə duranda, qız küzüyə duranda, qızıl gümüş sevinir yar bəzəyə duranda. Sağ olun. Sağ olun. Uğurlar, uğurlar, uğurlar.